Yollarda ölür, məsələn, ilanlar çox rast gəlir ki, bu havalar isinən dövrdə asfaltın istisi onları cəlb edir, asfalta çıxırlar, maşın onları əzir. O da bizim üçün materialdır. Məsələn, mənim üçün, məsələn, mən oradan gedəcək material götürə bilirəm. Salam, hər vaxtınız xeyir olsun, əziz Planeta FM dinləyiciləri. Siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Zaman maşınında bu andan etibarən səyahətimiz başlayır. Sizinlə mənəm Nigar və bugün də maraqlı mövzu ətrafında söhbətimiz var qarşıdakı bir saat ərzində. Bugün nə barədə, kiminlə danışacağıq? Əvvəlcə deyim ki, qonağım Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə xanım Bünyatovadır. Səbinə xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Səbinə xanım, mənə maraqlıdır. Zoologiya muzeyi, zooloji muzey neçənci ildə yaradılıb, hansı məqsədlə yaradılıb, hansı missiyanı qarşısına məqsəd qoyaraq yaradılıb və bu illər ərzində həmən missiya dəyişib yoxsa yox? Qeyd edeyim ki, Zoologiya İnstitutunun çox, həm institutun özünün, həm də muzeyin çox uzun tarixi var. 70-ci illərdə yaradılıb, 76-cı ildə dəqiq desək. 50 ildə artıq. Və bu müddət ərzində əsas məqsəd o idi ki, bilirsiniz ki, institutun özündə ekspedisiyaları olurdu, elmi ekspedisiyalar və orada həmin alimlər gedib materiallar toplayırdılar müxtəlif sahələr üzrə və bunları necəsə sistemləşdirmək, müəyyən elmi sistemə salmaq və onu saxlamaq, qoruyub saxlamaq, konserv etmək lazım idi. Və əsas bir məqsədi bu idi ki, kolleksiya yığmaq və onu saxlamaq, fond yaratmaq, zooloji kolleksiya fondu. Digər məqsədi isə əlbəttə ki, bu bizdə ekspozisiya fondu var. Maarifləndirmə məqsədi idi ki, yəni əsas Azərbaycan faunası növlərinin müqavilələrinin hazırlanması və onların müxtəlif ali təhsil alan məktəblilər arasında təbliğatın həyata keçirmək. Yəni iki istiqamətdə əslində fəaliyyət göstərir. Maarifləndirici və elmi tədqiqat istiqamətində fəaliyyət göstərir. Bax, o ekspozisiyada dediyiniz ən qiymətli və ən nadir eksponat hansıdır? Ümumiyyətlə bizim üçün hər biri dəyərlidir. Çünki bunun hazırlanması çətin bir prosesdir. Taksidermist və müqaviləçi də deyə bilərik tərəfindən həyata keçirilir. Və əvvəllər indi texnologiyası düzü dəyişilib. Əvvəllər hazırlanması daha mənə görə çətindir, çətin proses idi. Həm müqaviləçi üçün, həm də ki, yəni canlının özünün bəzən hazırlanması uzun müddət tələb eləyirdi. Mənə görə ən dəyərli eksponatı Hindistan filidir. Hindistan fili 1983-cü ildə hazırlanıb və indiyə qədər qorunub, saxlanılıb, artıq uzun müddətdir. Və əsas da maraqlı cəhət odur ki, bu özünün təbii dərisi aşılanaraq, yəni Hindistan filinin özünün təbii dərisi aşılanaraq hazırlanıb və həm də nadir eksponatdır. Digər mənə görə ən maraqlı eksponatlardan biri, yəni zürafə, Afrikada yayılan növ və əlbəttə ki, deməli köpək balığı və ya akula da deyirik, köpək balığı nümunələrdə. Ancaq yenə də qeyd edim ki, eksponatdan hər biri dəyərlidir, çünki hazırlanması uzun prosesdir və qorunub saxlanması da zəhmət tələb eləyir. İstər-istəməz belə bir sual yarandı, Səbinə xanım. O Hindistan fili, zürafə və köpək balığı, onlar necə olub ki, gətirilib və necə olub ki, müqavvalara hazırlanıb və müqavva hazırlanmış formada artıq eksponat kimi gətirilib muzeyə, yoxsa necə? Çünki Təbiət Tarixi Muzeyi var, bizdə Qobustan palçıq vulkanları nəzdindəki muzeydə, orada biz olanda Planeta FM olaraq bizə məlumat vermişdilər ki, orada da fil, yəni skeleti var, müqavva deyil, skelet formasındadır və demişlər ki, səhv etmirəmsə elə 80-ci illərdə Bakıya gələn sirkdə bizim filin skeletidir. Aha, bizdəki, çox maraqlıdır. Yəni, onun da həmin Təbiət Tarixi Muzeyinin hazırlanmasında da eksponatların bir qisminin hazırlanmasında, çünki böyük bir eksponatlı kolleksiyası var. Mən də iştirak eləmişəm orada, Dövlət Turizm Agentliyinin əməkdaşları ilə birlikdə. Yəni bizdə bu fil hazırlanmışdı müqavva olaraq, onun skeleti qalmışdı. Yəni skelet hazırlanmamışdı və o skelet hardasa qaldığı üçün ambarda və uzun müddət işlənmədiyi üçün heç kim onu götürüb işləmək istəmirdi və özlərini götürdülər ki, biz götürüb işləyəcəyik, hazırlayacağıq və biz də onlara təhvil verdik, hazırladılar.
Hindistan filinin məsələn hər birinin tarixçəsi var, əlbəttə ki. Hindistan fili əvvəl çırqlar bilirsiniz ki, gəzən olub, yəni ayaqla gəzilmişlər dünyanın müxtəlif ölkələrində və həmin dövrdə bir çırqdan olan fildir. Yəni həmin fil necə olub, yəni o canlılarda da, bəzi ailə canlılarda, məmələrdə insana xas olan, yəni xəstəlikləri keçirmək xüsusiyyəti var. O fildə, yəni ürək tutmasından dünyasını dəyişir və onu fikirləşirlər ki, neynəsinlər, elə yolun qırağında atırlar cəsədin, çıxırlar, gedirlər çırq əməkdaşları. Sonra bizim instituta zəng gəlir. İndi həmin dövrdə mən yox idim demək olar ki. Və institutun direktorunun tapşırığına o gətirilir və hazırlanması prosesi mən danışırdım. Bizdə taksidermistimiz vardı, Vacib müəllim. O deyirdi ki, hardasa 1 il müddətində yalnız dərisinin işlənməsi prosesi çəkib, dərisini 1 il yalnız işləyib ki, müxtəlif maddələrlə ki, onu müqəvva şəklinə gətirə bilsin. Yəni ilkin forması qorunub saxlanılır maksimum. Bu taksidermistin əsas işi bundan ibarətdir və dediniz ki, çox çətin işdir. Həm də o kimyəvi məhlullarla, maddələrlə işləyir də, zərərli işdir həm də. Belə deyim, zəhərli çünki maddələrlə işləyir, çalışır və əslində çox maraqlı prosesdir bu. Düzdür, bəzən o taksidermistin işinin uğursuz nəticələri indi internet memlərə çevrilir. Yəni tülkünün müqavvasını məncə hamı görüb də mem şəklində. Amma çox uğurlu işlər də var. Onlar muzeylərdə eksponat kimi nümayiş etdirilir. Onda zürafə də mən belə başa düşdüm ki, eyni aqibəti yaşayıb. Çünki o zürafənin də skeleti deyəsən o Təbiət Tarixi Muzeyində var idi. Yox, bizdəki skelet deyil artıq. O, yəni zürafədə isə fərqli olub. Zürafənin deməli Moskva zooparkında deməli isitmə sistemi partlayıb. Orada zürafə yəni ölüb. Ondan sonra yəni akula da həmin müddətdə. Ondan sonra həmin dövrdə də bizim zooparkla əməkdaşlığımız var idi. Yəni bizim institutun daha doğrusu. Və gətiriblər, burada hazırlanıb həmin canlılar. Çünki bilirsiniz necədir? Məsələn, onun içərisini dolduran materiallar əvvəllər də daha ağır materiallar idi. İndi isə yüngül konstruksiyalardan istifadə olunur. Yəni müqavvalar o qədər ağır olmur. Həmin dövrdə onu düşünülüb ki, yəni onu hazırlansa, gətirsə ağır olacaq, onun daşınma prosesi yolda zədələnə bilər. Ona görə gətirib burada hazırlanıb. Ancaq indi daha rahatdır. Deyirəm ki, yüngül konstruksiyalar var ki, onlarla hazırlamaq daha rahat və yəqin daha nanomateriallardan istifadə olunur, plastikdən yəqin ki, həm də bioloji, ekoloji təmiz məhsullardan istifadə olunur da belə təxmin edirəm. Printerlər vasitəsilə çap olunur. 3D printerlər. 3D printerlər vasitəsilə çap olunur. Bir dənə iş qalır ki, dərini işləmək və heyvanın üzərinə, daha doğrusu necə deyəm, maketin üzərinə deyək də, maketin üzərinə keçirtmək prosesi qalır. Belə, yəni daha rahatdır. Əslində çox maraqlı işdir və bu düzdür, mən belə deyim də, heyvanların daha çox elə öz təbii yaşadıqları arealda, təbiətdə görünməsinin tərəfdarıyam. Mən yəni sirklərin əleyhinəyəm və heyvanların istismarıdır bu. İstənilən halda. Ona görə də müasir sirklər də biraz fərqlənir. Artıq hologram formasında bilirsiniz heyvanlar təqdim olunur və muzeylər də bir balaca burada etik baxımdan o məsələ də yarana bilər. Amma məncə məsələn hər hansı bir bədbəxt hadisə nəticəsində və yaxud da xəstəlik nəticəsində heyvan həlak olubsa, ölübsə, onda onun nümayiş etdirilməsi və maarifləndirici, həm də ki məncə ən maraqlı tərəfi bunun uşaqlara onu nümayiş etdirməkdir. Yəni artıq dərk edən yaşda təbii ki, balaca uşağa nümayiş etdirməklə uşaqda psixoloji travma yaranmasında burada bir balaca diqqətli olmaq lazımdır. Amma məktəb yaşlı uşaqlara dərsdə, ətraf mühit dərslərində keçdiyi heyvanları canlı olaraq, yəni ən azından ölçülərini, miqyasını təsəvvür etmək baxımından məncə çox gözəl maarifləndirici xüsusiyyəti var bu baxımdan zooloji muzeyin. Üstəlik siz dediniz ki, maarifləndirici baxımdan orada kataloqlaşdırma işləri də aparılır Azərbaycana aid, yəni fauna nümunələrin. Həmçinin sizin özünüzün də kitabınız təqdim olunub Səbinə xanım. Qırmızı kitab, Bakıda kitab sərgisi keçirildi bilirik. Oktyabr ayında sizin də orada kitabınızın təqdimatı həyata keçirildi. Qırmızı kitabın və 50 beynəlxalq həşərat, quş və heyvan növü haqqında məlumat var. Və heç istəməzdim ki, qırmızı kitablar olsun, yəni nəsli tükənmək təhlükəsində olan heyvanların adları daxil edilsin ora. Amma çox təəssüf ki, nəinki qırmızı, hətta qara kitablar da var. Bu da bir faktdır. Və istəyirəm
bu barədə də danışaq. Kitabın yazılması, ərsəyə gəlməsi, o növlər necə müəyyənləşdirilir? Siz özünüz şəxsən ekspedisiyalarda iştirak edirsiniz, yoxsa araşdırma nəticəsində bunu ərsəyə gətirirsiniz? İstəyirəm bu barədə danışaq sizinlə. Təşəkkür edirəm bu mövzuya da toxunduğunuz üçün. Yəni mən özüm həm də alim, həm tədqiqatçıyam və mənim ən sevdiyim iş çöl tədqiqatlarıdır. Mənim işimin yəni ilin hardasa 3-4 ayını mən çöl tədqiqatlarında keçirdirəm. Və ona görə də ki, təbiətin necə dəyişdiyini, canlıların necə azaldığını, bəzi heyvanlar uyğunlaşa bilir. Əlbəttə plastikliyi yüksək olan ekoloji plastik növlər uyğunlaşa bilir bu dəyişikliklərə. Ancaq həssas növlər də var ki, onlar ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa bilmirlər və saylarını azaltmaqla, sonra yoxa çıxmaqla nəticələnir bu. Birinci bu, əlbəttə ki, özüm bir alim kimi tədqiqat sahəsində məşğul olduğum üçün məqalələrim var, dərsliklərim var. Ancaq bu qırmızı kitab bir qədər bunlardan fərqlənir. Çünki bu elmi populyar, ensiklopedik araşdırma kitabıdır və Xan Nəşriyyatının sağ olsun mənə bu təklif gələndə ki, belə bir kitab yazmaq istəyirik. Fikriniz nədir? Mən sevə-sevə razılaşdım. Çünki belə bir kitaba ehtiyac vardı. Siz bilirsiniz ki, Azərbaycan Respublikasının həm də qırmızı kitabı var. Bu hansı ki, dövlət sənədidir. Yəni biz institut olaraq bu kitabının heyvanlar hissəsinin yazılmasında iştirak edirik. Yəni hər sahəni öz mütəxəssisi yazır, hansı ki, o sahə ilə tədqiqat apar. Məsələn, bizdə ola bilər ki, yırtıcı quşları bir nəfər öyrənir, yırtıcı quşları həmin qırmızı kitabda o hissəsini yazıb. Və bu sahədə bir qədər təcrübəm var idi. Sadəcə o qırmızı kitab biraz dövlət sənədi olduğu üçün həm struktur baxımından, həm də əlçatanlıq baxımından, başa düşənlik baxımından da, yəni az yaşlı uşaqlar üçün, tələbələr üçün bir qədər çətin ola bilər. Yəni bu sahədə ya oxuyasan, ya işləyəsən ki, bu kitab sənə yəni başa düşülən olsun. Biz bu kitabı deməli Xan Nəşriyyatı ilə işləməyə başlayanda əsas təklif o idi ki, rahat dildə olsun, məktəblilər başa düşsün, yəni təbiətlə maraqlanmayan, ya maraqlanan və yaxud da ki, o sahədə təhsil almayan insanlar da əllərinə götürüb oxuyanda başa düşsünlər. Əlbəttə ki, növ sayı olaraq dediyimizdə çox azdır. O 100 növü seçmək özü də çox çətin bir iş idi ki, bu qədər nəsli təhlükədə olan növlər var və bu 100 növü necə seçək ki, həm müxtəlif ekoloji qrupları əhatə eləsin, yəni həm məsələn balıqlardan suda yaşayan balığıdır, suda yaşayan məməli növüdür, bilirsiniz, məsələn kaşalotdur, balinaların növləridir, delfinlərin növləridir. Həm quruda yaşayan yırtıcıları əhatə eləsin, yəni hamısını əhatə eləsin və maraqlı olsun. Həm də ki, çox adamın tanımadığı heyvanlar olsun ki, onlar onu açıb oxuyanda onlar üçün maraqlı olsun. Və digər bir məsələ isə status məsələsi, yəni növün təbiətdə vəziyyəti, populyasiyasının vəziyyəti, yəni bu lap kritik həddədir, yox olma təhlükəsindədir. Yoxsa az buna təsirlər daha zəifdir. Və o baxımdan da baxmışdım ki, mən müxtəlif statuslu heyvanlar olsun ki, yəni burada həm yox olma təhlükəsi çox az sayda qalan təbiətdə və həm də normal sayda qalan, ancaq yenə də onda təhlükə var ki, bu gələcəkdə yox olmaqla qarşılaşa bilər. Bunlara əsaslanaraq, həm də ki, məsələn, ətrafımızda uşaqlardan ki, sizə hansı canlılar maraqlıdır, sonra muzeyə gələndə uşaqlar bizdən müəyyən heyvanlar soruşurlar ki, o heyvan sizdə niyə yoxdur, məsələn, timsahı çox soruşurlar, nə bilim, kapibara soruşurlar. Onları da nəzərə alıb, yəni belə bir kitab sosial şəbəkələrin məşhurlaşdırdığı, yəni mühümlərin məşhurlaşdığı heyvanları. Yəni uşaqların da həm də maraq göstərdiyi ki, yəni o hamısını əhatə eləsin. Seçmək düzü biraz vaxt aldı. Kitab özü 2 ilə yaxın ərsəyə gəldi. Sonra onun redaksiyası prosesi oldu. Və nəhayət ərsəyə gəldi və mənə görə də bu davam eləməlidir bu iş. Çünki bu cür kitablar, elmi populyar kitablar sırf bu sahədə demirəm. Yəni kifayət qədər son illərdə görürəm ki, ədəbiyyat sahəsində tərcümələr var, başqa, yəni çoxdur, əsərlər tərcümə olunur, ancaq sırf ətraf mühit, təbiət, bitkilər, canlılar başqa bir sahədir və onları tanımaq başqa bir məsələdir. Bunlar hamısı kompleks yanaşmalarla və komanda işi sahəsində ərsəyə gəldi. Danışmaq çox olar. Yəni kitab özü düzdür 100 növə əhatə eləyir, ancaq
çox danışmaq olar. Daha bir maraqlı xüsusiyyət o idi ki, məsələn, mənə tələb o idi ki, bir heyvan haqqında, məsələn, bir canlı haqqında bir məlumat olsun, bir səhifə, yəni maraqlı məlumatlar olsun, düzdür, onun əsas əlamətləri və təbiətdə sayının azalma səbəbləri. O da çox fərqlidir, çünki fərqli növlərdə fərqli yanaşma idi. Bir də şəkil məsələsi bizdə problem yaratdı. Çünki o nadir növlərin şəklini tapmaq internetdə, yəni biz dünya faunasına söhbət gedir, bizim özümüzün də faunasına söhbət gedir ki, bizim özümüzdə onları bəzi növlər var ki, son illər onları tapa bilmirik təbiətdə, yəni fotosunu çəkə bilmirik. Biraz foto ilə bağlı problemlər oldu ki, yüksək keyfiyyətli kitab üçün fotoların tapılması. Ancaq əsas odur ki, yəni bunlara baxmayaraq kitabı yəni ürəyimizcə olan şəkildə ərsəyə gətirdik. Məncə də əsas nəticədir. Səbinə xanım özü herpetoloqdur. Yəni sürünənlər üzrə ixtisaslaşıb. Bax Səbinə xanım dediniz ki, çöl tədqiqatlarında, ekspedisiyalarda iştirak edirik. Mənə çox maraqlıdır bu. Həmən tədqiqatlar üçün hansı dövr seçilir fəsil olaraq? Məsələn, payız fəsli daha uyğundur, yoxsa yaz fəsli daha uyğundur? Ən çox müşahidələr harda aparılır və yəni bax, tutaq ki, müşahidə etdiyiniz canlıların, sürünənlərin kataloqlaşdırılması işi necə həyata keçirilir? Bu hələ də yəni belə yazılı formada mı həyata keçirilir, yoxsa müəyyən bir artıq virtual sistem var, ora daxil edirsiniz? Necə həyata keçirilir bu proseslər? Maraqlı sualdır, çox sağ olun. Əlbəttə ki, bu ekspedisiyaların müddəti çox fərqlidir. Yəni o işlədiyiniz, tədqiq etdiyiniz canlının ekoloji xüsusiyyətlərindən asılıdır. Və Azərbaycan bilirsiniz ki, mülayim iqlim qurşağında yerləşdiyi üçün bizdə fəsillilik var, yəni 4 fəsil var və buna uyğun olaraq canlılar bu fəsilliyə uyğunlaşıblar. Məsələn, bizim qrup, yəni mənim tədqiq elədiyim qruplar, sürünənlər, kərtənkəllər və ilanlar, bunlar tropikdə yaşayan növlərdən fərqlidirlər. Bunlar ancaq ilin isti fəsillərində aktiv olurlar. Yəni, hardasa yazda, mart-aprel aylarında bunlar aktivləşirlər. Oktyabr ayının sonuna qədər aktiv olurlar. Digər vaxtlarda isə, yəni ilin soyuq vaxtlarında isə bunlar qış yuxusunda olurlar. Yəni aktiv olmurlar, yerin altında sığınacaqlarda qış, yəni yoxlamaya gedirlər, belə deyək. Ona görə biz tədqiqatlarımıza sırf bunların aktiv olduğu vaxta yəni uyğunlaşdırmalıyıq ki, bunları təbiətdə müşahidə edə bilər. Və həm də ona görə sürünənlər biraz çətin tədqiq, çətin qrupdur ki, onlar biraz poikalaterm, yəni soyuqqanlı heyvanlar olduqları üçün onlar bədəndə temperaturlarını yəni kimyəvi yolla tənzimləyə bilmirlər, fizioloji kimyəvi yollar. Onlar ətraf mühitin temperaturundan bir növ asılı olduqları üçün davranış mexanizmi ilə öz bədən temperaturlarını tənzimləyirlər və ona görə də temperatura qarşı həssasdırlar. Onlar nə çox isti temperaturu sevmirlər, nə də çox soyuq temperaturu. Bunları nəzərə almaq lazımdır. Yazdan bunlar qış yuxusundan çıxandan sonra artıq yerin səthində aktiv olurlar və həmin dövrdən bizim tədqiqatlar hardasa başlayır çöl tədqiqatda və bizim üçün ən məhsuldar dövr, mənim üçün şəxsən, eləcə də digər herpetoloqlar üçün ən məhsuldar dövr aprel-may aylarıdır ki, istilər tam düşməmiş, çünki isti vaxtlarda da artıq gecə tədqiqatları aparmaq lazımdır ki, bunlar günün çox isti vaxtlarında da gündəlik aktivliklərini dəyişirlər. Yəni artıq çox isti temperaturda da yerin səthindən çıxmırlar. Bu dövr seçilməlidir. Yəni hər bir heyvan üçün, əlbəttə ki, heyvan qrupu üçün də, yəni quşlar üçün, məməlilər üçün spesifikdir bu dövrlər. Yəni quşlarda tam fərqlidir. Bu dövrlər seçilir. Bizdə ən çox yəni yaz, yay ayları, həmin dövrlərdə tədqiqatlar və günün məsələn yaz daha əlverişli ki, orada 8 saat sən çöldə tədqiqat apara bilirsən bütün gün ərzində. Sonra baxır tədqiqatımız nəyə yönəlib? Yəni biz növü populyasiya vəziyyətini qiymətləndirmək istəyirik ki, sayı sıxlığı necədir təbiətdə, yoxsa hər hansı bir genetik məsələni öyrənmək istəyirik ki, təzə növ səviyyəsində, yarım növ səviyyəsində nəsə populyasiyada dəyişikliyi varmı? Ondan asılı olaraq tədqiqat dəyişə bilər. Və axtarılması prosesi də özü bir çətin bir prosesdir. Yəni bunun üçün məsələn əsas tədqiqat üsulu marşrut üsuludur. Piyada ayaqla getməlisən. Yəni digər canlılarda belədir ki, maşınla gedib canlını müşahidə edə bilirsən, məməllərdə, iri məməllərdə, quşlarda, yəni ancaq bunlar kiçik heyvanlar olduğu üçün, yəni sən bu maşınla gedəndə həm də titrəyişlərə həssas olduğu üçün
sən onları görə bilmirsən. Yəni kiçik kolcuqların içərisində olur. Üstəlik əla kamuflaj qabiliyyəti var. Gəl tap ki, indi kərtənkələ harda gizlənir. Yaxşı görməlisən, seçməlisən. Kiçik növləri var kərtənkələlərin və hər ərazinin öz spesifik faunası var, yəni və marşrut üsulu ilə hardasa gün ərzində yaxşı olar ki 10 kilometrə qədər gedə bilərsən və onda daha çox material əldə edə bilərsən və sezon ərzində çoxlu təkrarlar bu marşrutlar təkrarlansın. Biz bu necə həyata keçirir? Həm müxtəlif biotoplar, yəni yaşayış yerləri üzrə bu marşrutlar həyata keçirilir ki, növün təbiətdə sayını qiymətləndirək. Həm də bilirsiniz də, məndə indi insanlar ətraf mühiti dəyişir. Təbii demək olar ki, bizdə yaşayış yerləri qalmayıb. Əgər milli parkları və qoruqları götürməsək, hər yerdə insanın təsiri var, az və yaxud çox dərəcədə təsiri var və bu təsir bunlara necə təsir göstərir? Ona görə də müxtəlif biz biotoplar seçə bilərik, yəni yaşayış yerləri seçə bilərik. Həm təbii, həm yarı təbii, həm o həmin ərazilərdə tədqiq apara bilərik. Yox, əgər genetik baxımdan tədqiq eləmək istəyirəmsə, orada artıq bu yerini tapıram və oradan material sırf yığıram və o zaman da yenə də humanist davranmaq lazımdır. Yəni heyvanı əgər öldürmək istəmirsinizsə, onun yalnız bir dənə ağız suyundan genetik material götürmək olar. Təzə qabığın dəyişirsə, həmin təzə qabığın dəyişirsən, spirtdə fiks eləyirsən, o da genetik materialdır. Və yaxud da ki, olur ki, yollarda ölür. Məsələn, ilanlar çox rast gəlir ki, bu havalar isinən dövrdə asfaltın istisi onları cəlb edir. Asfalta çıxırlar, maşın onları əzir. O da bizim üçün materialdır. Məsələn, mənim üçün, məsələn, mən oradan genetik material götürə bilirəm. Bunlar hamısı bizim tədqiqatlarımızın... Bu genetik material nəyə lazımdır, Səbinə xanım? Daha sonra nədə istifadə olunur? Sonra onun genetikası öyrənilir. Yəni, populyasiyasının genetik strukturu öyrənilir. Əlbəttə ki, bunu biz tək eləmirik, dünya alimləri ilə eləyirik. Yəni, Türkiyədən, Avstriyadan mənim özümün işlədiyim alimlər var ki, onlar dünyanın hər yerini gəzirlər. Yəni mən onların hələ ki Azərbaycan daxilində işləyə bilirəm. Azərbaycandan materiallar üçün biz müxtəlif, məsələn, növün arealı böyükdürsə, yaşayış çox böyük areala malikdirsə, yayılıb. Bütün ölkələrdən, ərazilərdən o materiallar yığılır. Sonra isə biz onun filogeniyasına, yəni baxırıq ki, onun necədir, mənşəsi necədir. Ola bilər ki, təzə növ əmələ gəlib Azərbaycan ərazisində, biz ona hələ araşdırırıq. Belə sual altında maraqlı məsələlər çoxdur əslində. Təzə növ əmələ gəlib deyirsiniz. Bu necə, məsələn, genetik modifikasiya nəticəsində əmələ gəlir, yoxsa hardansa populyasiya nəticəsində, tutaq ki, quraqlıqdır, iqlim dəyişmələri baş verir və su olan əraziyə gəlir, tutaq ki, ilanlar. Necə baş verir? Əmələ gəlmə bilirsiniz, mürəkkəb bir prosesdir. Onun səbəbləri çoxdur. Hibridləşmə ola bilər, partogenetik çoxalma ola bilər və yaxud təcrid ola bilər. Məsələn, təcrid növ əmələ gəlmənin məsələn, ola bilər ki, məsələn, bizim Azərbaycan ərazisi özü təcrid olunmuş əslində Qafqaz darboğazı deyirlər də, yəni yuxarıdan Böyük Qafqaz dağlarından aşağıdan Kiçik Qafqazla əhatə olunub və çox növ burada elə bir ki, bir növ təcriddə qalır və o təcrid növlər arasında miksiya olmadığı üçün populyasiyalar arasında, yəni populyasiyalar görüşmədiyi üçün bu müəyyən bir, məsələn, Azərbaycan populyasiyası təcriddə qaldığı üçün o artıq genetik olaraq mikrotəkəmmül keçirir və fərqlənir onun. Hətta bir var düzənlik ərazi olsun, bir var dağdır və heç bir ilan ya da kərtənkələ o hündürlüyündə dağa çıxıb o biri tərəfə aşmır. Dağlar əsas təcrid mexanizmlərin, adalar, dağlar, mağaralar təcrid yerlər. Məsələn, Azərbaycan bilirsiniz, kiçik adaları var da, arxipelaqları, Bakı arxipelag, Abşeron. Oranın da özünə məxsus, məsələn, faunası var, çox maraqlı faunası var ki, orada da yalnız Xəzər üçün xas olan bir kərtənkələ yarım növü var ki, ancaq Xəzərdədir. Ümumiyyətlə, bütün məsələlər çox maraqlıdır, Səbinə xanım. Məsələn, nəyə görə çox maraqlı deyirəm? Avstraliyanın hamımız bilirik ki, təbiəti özünə məxsusdur. Sanki Avstraliya bütün dünyadan, materiklərdən ayrıca bir fəaliyyət göstərən obyekti, subyekti və orada fauna, flora nümayəndələri çox fərqlidir. Məsələn, Afrikada bu yaxınlarda maraqlı bir məqalə oxudum ki, nəyə görə Afrikada heyvanlar çox nəhəng ölçüdədir. Yəni, məsələn, Avropada heyvanlar kiçiliblər təkamül nəticəsində, amma Afrikada çox böyük qalıblar. Demək olar ki, dünyanın ən nəhəng heyvanların hamısı, elə bayaq adını çəkdiyimiz zürafə də, fil də, yəni kərkədanlar da, pələnglər də, Afrikada şir də
nəhəng ölçüdədirlər. Və elmi məqalədən belə məlum oldu ki, çünki insanın təkamül prosesi Afrikada heyvanların təkamül prosesindən eyni vaxtda gedib. Bir var ki, insan heyvanlardan daha tez təkamül edib və onun fəaliyyət nəticəsində heyvanlarda da növ dəyişkənliyi baş verib. Amma Afrikada bu proses paralel getdiyi üçün heyvanlar elə olduqları təbii ölçülərində də qalır. Çox maraqlıdır əslində bu. Və Azərbaycan təbiətinə xas olan heyvanlar. Məsələn, mən manul Azərbaycanda olan vaxtilə olan çöl pişiyi çox gözəl, yəni xarici görünüşünə görə çox gözəl bir, amma məncə qırmızı kitaba daxil olub yoxdur demək olar ki. Son dəfə haçan görüntülənib, heç o da bilinmir. Qırmızı kitabda da, amma qara kitabda deyil. Yəni tamamilə itməyib, amma ki çox təəssüflər olsun ki, sayı azalıb. Bunlar bəli qeyd etdiyiniz kimi həm insan fəali antropogen təsirlərlə, həm iqlim dəyişmələri, yəni bir çox məsələlər var ki, buna təsir göstərir. Və bu işlə məşğul olan adamlar, alimlər, tədqiqatçılar, yəni onların səbrinə, onların bu işə olan həvəsinə həmişə həsəd aparılacaq dərəcədədir, onu deyim sizə. Nəyə görə? Çünki bax dediyiniz o çöl ekspedisiyalarında, tədqiqatlarında, müşahidələrində çox böyük, yəni çətinlikləri var. Bu insandan böyük səbr tələb edir. Siz bəlkə də indi bizi dinləyən dinləyicilər fikirləşirlər ki, məsələn bir kərtənkələnin hərəkəti və yaxud da bir ilanın hərəkətini müşahidə etməklə nəyə nail olmaq olar ki, məsələn kərtənkələ də bildiyimiz yırtıcı heyvanlardır. Çox vaxt gecə yırtıcı həyat keçirirlər, həşəratlarla qidalanırlar. Yəni hamıya məlum olan faktlardır. Amma burada o qədər dərinlik və o qədər xırda məqamlar var ki, bu işin mütəxəssisləri bununla məşğul olmalıdırlar və təbii ki, biomüxtəlifliyə yəni mütləq qeydə alınmalıdır. Bax, o dediyim kataloqlaşdırma məsələsi. İndi onu necə kataloqlaşdırırsınız, o barədə də danışarsınız və gənclərin marağı necədir bütün bunlara? Bax, bu çətinlikləri əbəs yerə vurğulamadım. Gənclərin marağı necədir və yəni bu işləri davam etdirən olacaqmı belə deyim? İnşallah ümid edirik biz davam elətdirmişiksə deməli kimsə də tapılacaq davam elətdirməyə. Çünki həmişə yəni fədakar insanlar olur, elmi hər şeydən üstün tutan, şəxsi maraqlarından, yəni puldan, hər şeydən üstün tutub öz maraqla, yəni elm dalınca gələn insanlar az da olsa olur. Elmdə siz dediyiniz kimi böyük səbr tələb eləyir və bu əslində səbrin bəhrəsini görürsən, ancaq çox tez olmur o, biraz vaxt tələb eləyir səndən və bir məqalənin yazılması bəzən olur ki, məsələn bizim bir məqaləmiz 5 il, 6 il davam eləyir bir məqalə. Ancaq o çıxandan sonra sən onun bəhrəsində bir 10 il, 20 il, 30 il görürsən, sənin adın orada olur. Təzə növ təsvir eləyirsənsə, yəni Azərbaycanı təmsil edirsən, o adla səni hamı tanıyır dünyada. Mən də həmişə öz tələbələrimə deyirəm ki, yəni biraz siz hər şey istəyirsiniz ki, müasir gənclərdə biraz tez olsun. Çünki bu biraz da texnologiya ilə bağlıdır ki, texnologiya bizə hər şeyi asanlaşdırıb, hər şeyi tez əldə edirik. Ancaq elm belə bir sahədir ki, burada biraz səbr və gözləmək lazımdır. Yəni sən o saat nəticə əldə edə bilməyəsən. Səbrlə yanaşmalısan və o gələcək ki, sən müəyyən nəticələrin olandan sonra özləri gəlib, hər şey səni özü tapacaq, yəni işdə səni tapacaq, pulda səni tapacaq, hər şey gəlib tapacaq. Ancaq tələbələr arasında az da olsa maraq göstərənlər var. Yəni mənim tələbələrim arasında və biz təkcə mən yox, ətrafımdakı o digər həmkarlarım da onları elə cavanı görəndə ki, kimsə həvəs göstərir, kimsə nə isə eləmək. Biz onu dəstəkləyirik hər tərəfli, istəyirik ki, davam elətdirsin, ruhdan düşüb hardasa yarımçıq qoymasın. Belə məsələlər də çox olur ki, həvəslə başlayır, bir xırda bir şey olan kimi tez ruhdan düşüb yarımçıq qoyub gedirlər başqa sahəyə. O bizdə də olub, vaxtilə mənim özümdə də olub. Ancaq o əsas odur ki, o ruhdan düşmə olmasın və axıra qədər gedib davam eləmək. Yenə olacaq, elə bilirəm ki, yenə də olacaq belə gənclərimiz olacaq. Gənclərimiz doğrudan da özlərində işləyəndə savadlıdırlar və nəticələr əldə eləyirlər. Bu məni çox məsələn şəxsən sevindirir. Materialların o siz dediniz kolleksiyalaşdırılması, inventarizasiyası məsələləri. Bu belədir ki, yəni materialların əgər kifayət qədər məsələn muzeyin özünün kolleksiya fondu var. Hər il onların kataloqlaşdırılıb, həm elektron kataloqlar mövcuddur internetdə, Zoologiya İnstitutunun səhifəsində, həm də onların yazılı formada mövcuddur. Çünki bilirsiniz nəyə görə biz yəni həm yazılı formada saxlayırıq, həm yəni elektron resurs formasındakı
Elektron resurs odur ki, əlbəttə ki, əl çatandır. Ancaq yazılı formada elədir ki, bugün sabah nəyisə bir problem oldu sistemdə nə, onun yazılı formada mütləq olmalıdır və kolleksiyalar adətən onları kimlər ilk dəfə yığıb. Məsələn, bizdə 1800-cü ilin kolleksiyaları var ki, onları yığan adamların öz əl yazıları ilə saxlanılır. Hətta o etiketi cırıldıqda, yəni nəyisə olanda biz onu yenə də saxlayıb üstünə təzə etiket əlavə edirik. Yəni götürüb atmırıq. Çünki o özü də bir tarixdir. O yığan, toplayan adamın, yəni əl yazısı, kim tutub və yerli alimlər olub, Avropalı yoxsa tədqiqatçılar olub onlar? Həmin dövrdə məsələn biz əvvəllər bizdə yəni qədimdən olan materiallar da var, 1800-cü ilin materialları. Məsələn, xaricilərin materialları da var ki, onlar xarici almanların materialları var, rusların materialı, xarici alimlər olub yığıblar. Bəzilərinin məsələn özlərindən götürüb aparıblarsa, bəzi nümunələr qalıb və həmin o kolleksiyada da onların əl yazısı ilə onlar saxlanılır hal-hazırda. Və etiketləşdirilir, nömrələnir, kataloqa salınır inventar nömrəsi ilə və onlar hamısı nömrəli şəkildə saxlanılır. Muzeyə yeni eksponatlar necə daxil edilir, Səbinə xanım? Bayaq danışdıq və necə yenilənir ekspozisiya? Ekspozisiyanın yenilənməsində hal-hazırda bizdə mümkün deyil, çünki bizdə taksodermist problemi var. Hal-hazırda bizdə taksodermistimiz demək olar ki, var, ancaq yəni təzə götürülüb işə deyən onun hələ təcrübəsi yoxdur. Azərbaycanda da biz onu öyrədəcək adam tapmırıq. Yəni işin nəticəsi olsun, o tülkü müqavvası kimi olacaq. Yəni özünün belə əl qabiliyyəti var, rəssam kimi əl qabiliyyəti var. Sadəcə ona o proseduru öyrətmək lazımdır. Bizdə hətta bu il ərzində Leyla xanım Əliyeva gəldi muzeyə və biz o problemi ona çatdırdıq ki, bəs belə bir problemimiz var ki, cavan taksodermist götürmüşük işə, ancaq onu öyrədən yoxdur. Onun da yadında qaldı və bizə söz verilir ki, onu xaricə göndərib öyrədəcəklər. Yəni bizdə əslində materialla bağlı problem yoxdur. Material çünki çöl tədqiqatında olanda olur ki, ölü bir dənə məsələn canlı tapdıqda bilmirik nə səbəbdən ölüb. Ya ola bilər maşın vurub, ya ola bilər məsələn elektrik xətti ilə toqquşub, ya məsələn hansı bir xəstəlikdən ölüb. Ancaq yaxşı, təzə vəziyyətdədir. Bunu götürüb asanlıqla müqavilə eksponata çevirmək olar. Müqaviləyə çevirmək olar. Ancaq bu məsələn o prosesi eləyən adam olmadığı, yəni adam var daha doğrusu o prosesi hələ ki öyrənə bilmədiyi üçün biz hələ ki o prosesi yəni saxlamışıq, təzə ekspozisiya. Yəni mən belə başa düşdüm ki, Səbinə xanım, bu taksodermistin həm kimyəvi, bioloji bilikləri olmalıdır. Çünki ən azından bilməlidir ki, hansı heyvanın müqavvasını hazırlayır və heyvanın quruluşu necədir, belə deyim. Həm o kimyəvi maddələrlə, məhlullarla işləməyi bacarmalıdır, həm də ki, biraz da rəssamlıq və heykəltaraşlıq bacarığı olmalıdır. Yəni bütün bunları özündə birləşdirməlidir insan. Burada və sırf əl əməkdə bunu kompüter texnologiyasına idarə etmək qeyri-mümkün bir şeydir. Çünki bir də görürsünüz ki, məsələn heyvanın çəkisi, boyu, məsələn quyruğunun uzunluğu, bədən çəkisi var. Bir də görürsünüz heyvanı olduğundan kök yığırlar. Məsələn, içini çox doldururlar, heyvan kök görsənir. Ya da üst hissəsindən baş hissə, kəllənin üst hissəsindən baş hissəsində nəsə, ya da ki, elə bir üst sifət verirlər ki, siz demiş ki, elə bir ki, heyvan baxır, gülür. Yəni, əslində o biraz da o xüsusiyyətlər... Mən belə başa düşürəm, bu tək bizim deyil, yəni bizdəki mütəxəssislərin deyil, ümumiyyətlə dünyadakı problemdir. Çünki o memlər elə belə yaranmır da. Yəni internetdə bu dəqiqə axtarış versəz, nə qədər elə uğursuz müqavvalar görəcəksiniz. Və çox da mütəxəssislər var ki, dünya üzrə hər il onların yarışlar keçirilir. Dünyada məsələn muzeylər arasında və ən yaxşı taksodermist seçilir hər il. Ən uğurlu taksodermiyanı eləmiş və həm orada rəssamlıq baxımından, həm onun yaşayış yeri, məsələn, ov zamanı, məsələn, qırığı, göyərçini ovlayan zaman hərəkətdə təsvir edir də onu. Hərəkətdə təsvir eləyir. Heylər, məsələn, nominasiyalar üzrə də yer tutanlar olur ki, yəni yüksək səviyyəli də taksodermistlər də olur. Yəni bir sözlə maraqlı işdir. Əgər heyvanlara qarşı qorxunuz yoxdursa, bu işi biraz burada etik tərəflər də var da. Məsələn, nə bilim, ola bilər ki, insan sadəcə sırf gigiyena baxımından, nəsə iyrənmək baxımından bu işlə məşğul olmaq istəməsin. Əgər belə bir probleminiz yoxdursa, onda yəni məncə yaxşı mütəxəssis ola bilərsiniz. Və bunu bizdə tədris edən bir yer varmı, Səbinə xanım? Yoxsa sırf təcrübəyə əsasən, yəni təcrübədən müəllimdən şagirdinə ötürülmə prinsipi iləndir bu iş?
Bizdə tədris prosesi yoxdur bunun heç bir yerdə və bizim əvvəlki taksidermistimiz Vacib müəllim yadıma gəlir ki, institutun direktoru onu o vaxtlar göndərmişdi Leningrada və orada onu öyrətmişdilər, elə gəlmişdi, təcrübə yığıb gəlmişdi. Və o vaxtlar da belə başa düşürəm ki, elə o dövrdə o yaşda olan insanlardır, hansılar ki, elə həmin dövrdə gediblər Moskva məktəbindən əsas götürüb, öyrənib götürüb gəliblər. Və bu gün də bizə cavanlara öyrətdikləri əsas o Moskva məktəbində öyrətdikləridir. Yəni o təzə texnologiyalarla öyrədən deyil. Yəni Moskva məktəbi hələ də o köhnə texnologiya ilə davam eləyir hazırlanma prosesini. Ancaq bunun belə məktəbi öyrədilən yer sizə deyim ki, yoxdur. Yalnız kimsə könüllü öyrətmək istəyərsə, yəni onu müraciət edirsən, onun əgər özü istəsə, yəni onu məcbur da eləmək olmaz ki, sizə mütləq öyrətməsən, özü könüllü öyrətmək istəməlidir ki, özündən sonra kimsə qoysun, yetişdirsin. Və təkcə müqəvva deyil də, muzeyin ekspozisiyasında həmçinin məsələn kolbada məhlullarda saxlanılan nümunələr də var. Onlarla yəqin ki, problem yoxdur, təxmin edirəm. Yox. Sadəcə orada o nümunələri tapmaq problemi var da, yəqin ki. Bizdə deməli yaş eksponatlarda siz dediyiniz hansılar ki, formalində və spirtdə fiks olunub, onların hazırlanması prosesi mən özüm də bilirəm, çünki onlar bir hissəsi herpetoloji materiallara daxildir. Onların necə hazırlamaq lazımdır, onları mən bilirəm. Hətta xaricilərdən Azərbaycana gələndə mən də onlardan da müəyyən məsələləri öyrəndim ki, onlar nə baxdıq ki, təqribən eyni cür hazırlayırıq. Yəni onlar da eyni cür hazırlayırlar. Onlar da herpetoloq idilər. Onunla bağlı problem yoxdur. Onu biz bilirik. Ədəbiyyatlar var, rahatdır, daha rahatdır və digərlər. Düz orada da zəhərli maddə udursan. Ancaq bir şey var ki, bizdə indi üstünlük verir ki, formalin yox. Formalin bilirsiniz ki, bir çoxu artıq o köhnə materiallar formalindədir. Zəhərlidir. Onu hər dəfədə heyvanı çıxardıb işləmək də olmur. Daha çalışıq ki, spirtdə fiks eləyək, spirtdə saxlayaq ki, həm ziyan baxımından da ziyan verməsin. Onların yəni dəyişdirilmə müddəti də var da, yəni əbədi olaraq qalmırlar da təbii ki, o kolbaların içində. Müəyyən müddətdən sonra onları çıxarıb yeniləmək lazımdır yəqin ki, yoxsa necə? Yox, onlar əslində bilirsiniz necədir? Onlar uzun müddət qalırlar formalində də, spirtdə də problem deyil. Sadəcə ola bilər ki, o rəng keyfiyyətini itirir. Əvvəlki məsələn təzə düzəldiləndə rəngdə olmur. Forması o bir dəfə düzəltdən hansı forma verirsənsə onda da qalır, o heç. Amma rənglə bağlı rəng itirmə məsələsi. Məhlulun özü artıq nə bilim oksidləşir, nəsə olur. Məhlulun özü təsir eləyir, oksidləşir. Ancaq yəni ya da çox saralırsa, rəngin dəyişirsə, onu dəyişib təzə formalin məhlulu ilə, spirt məhlulu ilə əvəzləmək olar. Əgər normaldırsa, normal temperaturda və rütubət şəraitində saxlayırsansa, yəni hər bir qeyd edeyim ki, həm müqəvvanın, yəni tükü, lələyi olan müqəvvanın və yaş məhlulda saxlanılan canlının özünün saxlanma şəraiti var. Temperatur rejimi və rütubət rejimi. Onlar əgər düzgün riayət olunursa, əslində onlar normal qalırlar. Yox, əgər temperatur yüksək olursa, həm məhlulun rəngi dəyişir, formalinin, spirtin, həm də çürümə prosesi gedə bilər, ya da üstdən buxarlanma gedib heyvan, məsələn, o buxarlandıqca heyvan müəyyən hissəsi qala bilər formalinsiz. Onda artıq o saxlanma rejimi çox önəmlidir. Konservasiya, yəni muzeylərdə əsas prinsiplərdən biri də düzgün konservasiya etməkdir. Ziyarətçilərin marağı necədir? Gəlirlər muzeyə. Əsasən yəqin məktəblilər, şagirdlər, uşaqların marağı var. Bəli, bağça uşaqları da gəlir, ali məktəblərdən də gəlir, fiziki şəxslər də gəlir ki, hansılar ki, uşaqların gətirirlər. Uşaqlar olur ki, daha yüksək maraqları olur, onları görürsünüz ki, tez-tez gəlirlər, ildə bir neçə dəfə valideyni məcbur edir ki, bizi gətir. Maraqlar fərqlidir. Bizdə elə bir ki, bələdçilər var, onlardan da çox şey, mən deyim ki, asılıdır. Onların verdiyi məlumatlar, hər yaş qrupuna uyğun onların yanaşması, məlumatın verilməsi, o da maraq doğurur uşaqlarda. Çünki, məsələn, bağça uşağı ilə aydın məsələdir ki, tələbəyə eyni məlumat verilmir də. Bağça uşağına deyirsən, bu nə qəşəkdir, aydın nədir? Ancaq belə, məsələn, böyük tələbəyə məlumat verəndə deyirsən ki, harda yayılıb, hansı ölçülərə çatır, dünyadakı ən böyüyü hansı növdür. Bu cür məlumatlar o bələdçilərdən çox şey asıl. Bu barədə bələdçilərimiz də yaxşıdırlar, yəni öhdəsindən gəlirlər. Çünki mən özüm də izləyirəm, kənardan durub izləyirəm onların verdiyi məlumatları.
və dil məsələsində müxtəlif qruplarda bizdə 3 dildə də, həm ingilis, həm rus, həm də Azərbaycan dilində də bələdçilər var ki, onlar verirlər. Və uşaqlar da var. Bizdə həm də qeyd edim ki, yəni muzeyin özünün ekspozisiya fonduna gəlib baxanda bizə tələbələr də gəlirlər ki, hansı məsələn diplom işi yazırlar, magistr işi yazırlar, kolleksiyada işləmək istəyirlər ki, biz onlar gəlib kolleksiya nümunələrinə oturub işləyirlər. Həm də o elmi tərəfi də var. O işləyənlər də var. Mən sizə təşəkkür edirəm Səbinə xanım. Maraqlı söhbət oldu və verilişimizdə ənənəvi sual var, istəyirəm onu ünvanlayım sizə. Əgər zaman maşını ixtira olunsaydı, hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə maraqlıdır? Mən əslində Mezozoi erasını çox görmək istəyirdim. Dinozavrlar dövrün. Nə maraqlı. Sadəcə indi orada o həmin dövrdə necə yaşayıb sağ qala bilərdim. O da biraz çətin məsələdir. Sadəcə gedib qayıtmaq istəyərdim yenidən. Bu dövrdən də mən çox elə narazı deyiləm. Bu dövrümüz də yaxşıdır. Sadəcə özümün dinozavrların bilirsiniz ki, o məhv olması ilə bağlı çoxlu hipotezlər var ki, nəyə görə, necə məhv olublar, necə olublar. Bu çox maraqlıdır mənə. Ən geniş gəlmiş odur ki, yer çox nəhəng bir səma cismi ilə toqquşub, qütblər dəyişib, yer kürəsinin oxu dəyişib və bu səbəbdən də qlobal buzlaşma dinozavrlarda məhv olub. Yəni Mezozoi erasına getsəz, məncə bizi daha doğru, dürüst məlumatlarla tanış edə biləcəksiniz. Qısa müddətdə gedib qayıtmaq istərdim yenidən bu dövrümüzə. Əla, təşəkkürüm bildirirəm sizə Səbinə xanım. İşinizdə uğurlar arzu edirəm. Çox sağ olun, minnətdaram. Dinləyicilərimizə xatırladıram ki, Zoologiya İnstitutunun zooloji müdirinin muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru və dosent Səbinə xanım Bünyatova bu gün zaman maşınında mənimlə həmsöhbət edib. Diqqətiniz üçün təşəkkür. Yenidən eşidilmək ümidi ilə özünüzə və planetə yaxşı baxın.